Bugündən Türkiyədə 5-ci Antalya Diplomatiya Forumu keçirilir. Ən son məlumatları Türkiyəyə ezam olunmuş şef redaktorumuz İbrahim Kamiloğlu çatdıracaq. Salam İbrahim, buyur, səni eşidirik. Salam Arzu, hər vaxtın xeyir. 5-ci Antalya Diplomatiya Forumu səhər saatlarından öz işinə başlayıb müxtəlif panel müzakirələrlə forum davam edirdi. Əvvəlki saatlarda məlumat vermişdik ki, Azərbaycan Energetika Naziri Pərviz Şahbazovun iştirakı ilə enerji məsələləri ilə bağlı panel müzakirəyə getmişdi. Prezidentin köməkçisi Hikmət Hacıyevin iştirakı ilə başqa bir panel müzakirə olmuşdu. Bir qədər əvvəl isə açılış mərasimi, rəsmi açılış mərasimi baş tutdu. Rəcəb Tayyip Ərdoğan açılış mərasimində çıxış elədi. Müxtəlif məsələlərə toxundu. Bildirdi ki, Ukrayna-Rusiya münaqişəsinə toxundu. Bildirdi ki, hələ də münaqişənin həlli ilə bağlı ümidləri var və Türkiyə əlindən gələn eləyir vasitəçilik üçün, həmçinin məsələnin həlli üçün əlindən gələn eləyir. Eləcə də Suriya məsələsinə toxundu və bildirdi ki, Suriyada hazırki vəziyyət onu tam qane edir və gələcəkdə də bütün məsələlərdə Suriyanın, Suriya xalqının yanındadır. Eləcə də Ermənistan-Azərbaycan məsələsinə toxundu. Bildirdi ki, vaxtı ilə münaqişə var idi, indi sülh var və bu da gələcəkdə bu bölgəni, Cənubi Qafqaz bölgəsini önəmli bir regiona çevirir, önəmli bir mərkəzə çevirir. Cənubi Qafqaz demişkən bir neçə dəqiqə sonra daha bir panel müzakirə olacaq. Bu panel müzakirənin mövzusu Cənubi Qafqaz bölgədə yeni strateji mərkəz, ümumiyyətlə, yəni Cənubi Qafqaz yeni strateji mərkəz yaranır adlıdır. Bu panel müzakirənin mövzusu təbii ki, Cənubi Qafqazda strateji mərkəz yaranır. Niyə bu mövzu seçilib? Çünki bəllidir ki, TRIP layihəsinin işə düşməsi, daha doğrusu reallaşması, orta dəhlizin, eləcə də Zəngəzur dəhlizinin açılması Azərbaycanı həm logistika, həm ticarət, həm də siyasi baxımdan önəmli bir mərkəzə çevirir. Eləcə də enerji təhlükəsizliyi baxımından Azərbaycan bu dəqiqə önəmli rol oynayır dünyada. Bundan sonra bu dəhlizlər açıldıqdan sonra isə daha da önəmli, daha bir strateji mərkəz olacaq. Onu da qeyd edim ki, bu panel müzakirələrdə prezidentin köməkçisi Hikmət Hacıyev və Ermənistan Xarici İşlər Nazirinin müavini Vahan Kostanyan da iştirak edəcəklər. Biz də bu panel müzakirədə olacağıq və yeni nə məlumatlar olarsa sizlərə çatdırmağa çalışacağıq. İndən sonra da dediyim kimi başqa panel müzakirələr də var və bu forum 3 gün davam edəcək. İndən sonra 2 gündə davam edəcək və hər bir məlumatı, yeniliyi sizlərlə bölüşməyə çalışacağıq. Buyurun, söz sizdədir. Çox təşəkkür edirik İbrahim, ətraflı məlumat üçün. Davam edirik, hörmətli tamaşaçılar.